Hər vaxtınız xeyir, hörmətli izləyicilər. HPV virusu yoluxmuş qadın nə etməlidir? Onu necə bədəndən təmizləmək olar? Alimlər öyrəniblər ki, HPV virusu cavan qadınlarda daha tez yoluxur və daha tez sağalır. 40 yaşından sonra qadınlarda gec yoluxurlar və gecdə sağalırlar. Onlar öyrəniblər ki, 2 il müddətində 30-60% hallarda HPV virusu bədəndən özü təmizlənə bilir. HPV virusu nə törədir? O, birinci növbədə uşaqlıq boynu kanserini əmələ gətirir. Ona görə virusu bədəndən təmizləmək lazımdır ki, gələcəkdə uşaqlıq boynu kanseri baş verməsin. Ümumiyyətlə, HPV virusunun yükü bədəndə çoxdursa, onun sağalmağı biraz çətin olur. HPV virusunun yükü bədəndə azdırsa, belə pasientlər daha tez sağalırlar. Sağalmaq üçün siqareti atmaq lazımdır. İdmanla məşğul olmaq lazımdır. Metabolik xəstəliklər varsa, şəkər xəstəliyi və təzyiq xəstəliyi varsa, onun qarşısını almaq lazımdır. Və bir də vaginal axıntı çoxdursa, onun da müalicəsi olunmalıdır. Çünki vaginal axıntısı çox olan qadınlarda HPV-nin qalması daha çox çəkir. Əziz qadınlar, HPV virusu təyin eləmək üçün ildə bir dəfə mütləq analiz verilməlidir. Əgər orada 16, 18, 31, 36, 45 və 52 ştamları varsa, bu biraz qorxuducudur. Çünki bunlar birbaşa kanser əmələ gətirə bilərlər. Bundan başqa xüsusi peyvəndlər var ki, qadınlara vurduqda bu HPV virusunun bədəndən təmizlənməsinə kömək edir. Əziz qadınlar, əgər sizdə HPV virusu var deyilibsə, narahat olmayın, özünüzün sağlamlığınıza fikir verin, axıntını müalicə eləyin və həkimləriniz deyən məsləhətlərə qulaq asın. Lazım olarsa kolposkopiya olunur, pap smear götürülür, zədələnmiş nahiyədən material götürülüb yoxlanılır və müalicə davam edir. HPV virusunun olmağı hələ kanser demək deyil. O ancaq kanser önü vəziyyətdir və siz həkimlərlə sıx təmasda olsanız, o kanserə keçməz və siz uşaqlıq boyu xərcəngindən azad olmuş olarsınız. Sağlamlığınıza fikir verin, sağlam həyat yaşayın, xəstəliklərinizi müalicə edin və həkimlərinizə inanın. Diqqətinizə görə çox sağ olun.